incə, yumuşaq blinçiklər edirik. Səhifəmdə ətli blinçik tortu var. Amma onun özünə aid video paylaşmamışdım. Bugün istədim ki, blinçikin özünə aid çəkiliş edim. Hazırlamaya başlayaq. İlk öncə bir yumurta, şəkər tozu. Amma şəkər tozunu istəyən əlavə etməyə bilər. Mən duru yağ, 1 stəkan duru yağ, 1 çay qaşığı da duz, və üzərinə 3 stəkan un əlavə edirəm. Qəşəng qarışdırıram. Qeyd edeyim ki, başda unutmuşam deməyə, mən 1 litr süd əlavə eləmişəm qabıma. Necə gözəldir.